Salam bacılar və qardaşlar. Mən Aslanov Şamil. Həyat Həqiqət yolunda kanalıma xoş gəlmisiniz. Biz dünənləri Markın Müjdəsinin 3-cü fəslini bitirdik. Və bugün istəyirəm sizlərə 4-cü fəsli başlayım oxumağa. Tanrı hər birinizdə xeyir dua versin. Burada belə yazır. İsa gölün sahilində yenə xalqa təlim öyrətməyə başladı. Yanına elə böyük izdiham toplaşdı ki, özü bir qayığa minib gölün içərisində oturdu. Bütün izdiham isə gölün sahilində dayanmışdı. İsa onlara məsəllərlə bir çox şey öyrədərək öz təlimində belə dedi. Qulaq asın, bir əkinçi toxum səpməyə çıxdı. Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onları dənlədi. Bəzisi torpağı çox olmayan daşlı, kəsəkli yerə düşdü. Torpağı dərin olmadığına görə tez cücərdi. Lakin günəş doğanda qarsılandı və kökü olmadığına görə qurudu. Bəzisi tikanlar arasına düşdü. Tikanlar böyüyüb onları boğdu və bu toxumlar bar vermədi. Başqaları isə münbit torpağa düşdü. Ona görə də böyüyüb artdı və bəzisi 30, bəzisi 60, bəzisi də 100 qat səmərə verdi. Daha sonra İsa onlara dedi, qulağı olan eşitsin. İsa tək olanda 12 şagird və ətrafındakı insanlar məsələlərin izahını soruşdular. O onlara dedi, Allahın padşahlığının sirri sizə açılmışdır. Amma kənarda olanlara hər şey məsəllərlə deyilir. Belə ki, gördükcə görsünlər, amma qanmasınlar. Eşitdikcə eşitsinlər, amma anlamasınlar. Yoxsa onlar dönüb bağışlanar. İsa onlara dedi, siz bu məsəli anlamırsınızmı? Bəs bütün məsələləri necə başa düşəcəksiniz? Əkinçi Allahın kəlamını əkir. Daxilinə kəlam əkilən bu insanlar yol kənarına düşən toxumlara bənzəyir. Bunlar kəlamı eşidəndə dərhal şeytan gəlib əkilən kəlamı götürüb aparır. Daşlı, kəsəkli yerlərə səpilən bunlardır. Kəlamı eşidib dərhal sevinclə qəbul edənlər. Lakin onlarda kök olmadığına görə dözümləri az olur. Kəlama görə əziyyət və təqibə məruz qalan kimi yıxılırlar. Tikanlar arasına səpilən başqaları isə bunlardır. Onlar kəlamı eşidir, lakin bu dövrün qayğısı, var-dövlətin aldadıcılığı və başqa şeylərə olan ehtiraslar araya girib kəlamı boğur və kəlam barsız qalır. Münbit torpağa səpilənsə bunlardır. Onlar kəlamı eşidib qəbul edir
bəzisi 30, bəzisi 60, bəzisi isə 100 qat səmərə verir. İsa onlara başqa bir məsəl də çəkdi. Çırağı qabın yaxud yatağın altına qoymaq üçünmü gətirdiniz? O, çıraqdana qoymaq üçün deyilmi? Elə gizli şey yoxdur ki, aşkara çıxmasın və elə örtülü şey yoxdur ki, aydın olmasın. Eşitməyə qulağı olan eşitsin. İsa onlara dedi, eşitdiyinizə diqqət edin. Hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək və daha artıq veriləcək. Çünki kimin varıdırsa, ona daha çox veriləcək. Amma kimin yoxudursa, əlində olan da ondan alınacaq. Cücərmiş toxum məsəli. Sonra İsa onlara dedi, Allahın padşahlığı torpağa toxum səpən əkinciyə bənzəyir. O gecə yatır, gündüz qalxır. Toxum cüzərib boy atır. Amma əkinci bunun necə baş verdiyini bilmir. Torpaq özü bar gətirir. Əvvəl cücərti çıxır, sonra sümbül, daha sonra isə sümbülün dənləri iriləşib yetişir. Məhsul yetişəndə əkinçi dərhal oraq vurur, çünki biçin vaxtı gəlmişdir. Sonra İsa dedi, Allahın padşahlığını nəyə bənzədək? O xardal toxumuna bənzəyir ki, yer üzündə torpağa əkilən toxumların ən kiçiyi olsa da, əkiləndən sonra böyüyüb bütün bostan bitkilərindən ən hündürü olur. O qədər böyük qol budaq atır ki, göydə uçan quşlar onun kölgəsində yuva sala bilir. İsa xalqın başa düşəcəyi dərəcədə buna bənzər çoxlu məsəllərlə kəlam söyləyirdi. Onlara məsəlsiz heç bir söz deməzdi. Amma öz şagirdləri tək qalanda hər şeyi onlara izah edirdi. Həmin gün axşam düşəndə İsa şagirdlərinə dedi, gəlin o biri sahilə keçək. Şagirdlər cəmaatdan ayrılaraq İsa'nın mindiyi qayıqla birgə apardılar. Onun yanında başqa qayıqlar da var idi. Bu vaxt böyük bir tufan qopdu. Dalğalar qayığa elə hücum çəkdi ki, su artıq onun içinə dolmağa başladı. İsa qayığın arxa tərəfində başını yastığa qoyub yatırdı. Şagirdlər onu oyadaraq dedilər, müəllim, axı biz həlak oluruq. Bu səni narahat etmirmi? İsa durub küləyə qadağan etdi və gölə dedi, sus, sakit ol. Külək dayandı və dərin bir sükut çökdü. İsa onlara dedi, niyə qorxursunuz? Hələ imanınız yoxdurmu? Onlar dəhşətə düşüb bir-birlərindən soruşdular. Bu adam kimdir ki, külək də, göl də ona itayət edir? Bəli, qardaşlar və bacılarım, 4-cü fəsli bitirdik. Burada bir çox maraqlı ayələrlə rastlaşdıq.
Burada ən çox Allahın kəlamı və onun bizim qəlbimizdə yeri və Allahın kəlamı bir toxuma bənzədilir. Həqiqətən də belədir. Allahın kəlamı bir toxum kimidir. Biz onu qəlbimizdə əkirik və onu qəlbimizdə saxlamağa çalışmalıyıq. Əgər biz bunu saxlaya bilmiriksə, demək ki, o toxum inkişaf etmir. Və mən ümidvaram ki, bu ayələr sizə toxunar, Allahın kəlamı sizə təsir edər. Və 4-cü fəsli biz bitirdik. Sabah çalışacağım sizə 5-ci fəsli oxuyum və oradakı ayələri sizlərə bildiyim qədər izahını verim və daha anlamlı şəkildə, daha məzmunlu şəkildə siz ayələrdən xəbərdar olasınız. Və hər birinizə minnətdaram. Kanala abunə olun, videoları bəyənin ki, davamlı videolar gəlsin. Hər birinizə minnətdaram.